Bugün küçədə gördüyün o iri, aqressiv və diqqət çəkən Hummer əslində heç vaxt şəhər üçün yaradılmamışdı. Bu avtomobil əvvəlcə müharibə üçün hazırlanmışdı. Sonra birdən-birə status simvoluna çevrildi. Daha sonra isə elə həmin səbəblərə görə tarixdən silinməyə başladı. Və bu hekayənin ən qəribə tərəfi ondadır ki, onu zirvəyə çıxaran şeylər sonda onun süqutuna səbəb oldu. Bu videoda Hummerin necə yarandığını, necə bütün dünyanın diqqətini çəkdiyini, necə bir insanın qərarı ilə küçələrə çıxdığını və necə eyni səbəblərlə yavaş-yavaş yoxa çıxdığını addım-addım görəcəksiniz. Təsəvvür et ki, sən 1990-91-ci illərdə televizor qarşısında oturubsan və Körfəz müharibəsini izləyirsən. Amma bu dəfə gördüyün sadəcə xəbər deyil, çünki kameralar səhranın ortasında hərəkət edən konvoyları göstərir. Qum fırtınasının içində keçən texnika, uzaqda görünən partlayışlar və bütün bu xaosun içində diqqətini çəkən bir detal var. Hər kadrda təkrarlanan iri və qəribə bir maşın. Bu avtomobil sonradan bütün dünyanın Hummer kimi tanıyacağı modeldir. Amma bu hekayənin ən vacib tərəfi ondadır ki, o heç vaxt sənin üçün yaradılmamışdı. Çünki onun yaranma səbəbi nə rahatlıq idi, nə sürət, nə də prestij. Və bu hekayə səhrada yox, 1970-ci illərin sonlarında ABŞ ordusunun verdiyi konkret qərarla başlayır. Həmin dövrdə artıq istifadə olunan hərbi nəqliyyat vasitələri yeni döyüş şəraitinə uyğun gəlmirdi və orduya eyni anda bir neçə rolu yerinə yetirə bilən bir platforma lazım idi. Həm əsgər daşıyan, həm silah sistemi kimi işləyən, həm də logistikanı üzərinə götürən universal bir maşın. Və bu ehtiyac artıq texniki yox, strateji qərar səviyyəsinə yüksəlmişdi. Məhz buna görə Pentagon geniş miqyaslı proqram başladı və bu yarışa AM General, Chrysler Defense və Trident Continental Motors qoşulur. Nəticədə qalib AM General olur və onların təqdim etdiyi model rəsmi olaraq HMMWV, High Mobility Multi-Purpose Wheeled Vehicle, yəni çətin şərait üçün hazırlanmış çox məqsədli hərbi avtomobil adlandırılır. Lakin bu ad o qədər mürəkkəb idi ki, əsgərlər onu sadələşdirərək Humvee deyə çağırmağa başlayır. 1983-cü ildən etibarən bu maşın kütləvi istehsala buraxılır və qısa müddət ərzində 10 minlərlə ədəd hazırlanaraq ordunun müxtəlif bölmələrinə paylanılır. Bu avtomobillər dünyanın ən çətin şəraitlərində sınaqdan keçirilir və məhz bu sınaqlar onların real gücünü ortaya çıxarır. Bu maşın sürət üçün yox, keçilməz görünən yerlərdən keçmək üçün yaradılmışdı və onun iri təkərləri, yüksək klirensi və geniş şassi quluşu onu digər 4x4, yəni tam ötürücülü modellərdən açıq şəkildə fərqləndirir. Amma əsas fərq yalnız ölçüdə deyildi, çünki bu avtomobil şəraitə uyğunlaşa bilirdi. Sürücü tək bir düymə ilə təkər təzyiqini dəyişə bilir, qumda batmamaq üçün onu azaldır, daşlıq ərazilərdə isə artıraraq sabitliyi qoruyurdu. Və Torque Track 4 sistemi vasitəsilə təkərlərin boş fırlanmamasının qarşısını alınaraq avtomobilin hər vəziyyətdə hərəkəti təmin olunurdu. Bu texnologiyalar o dövr üçün kifayət qədər qabaqcıl hesab olunurdu və ilk real istifadə 1989-90-cı illərdə Panamada baş versə də bu avtomobilin əsl tanınması bir qədər sonra gəlir. 1990-1991-ci illərdə baş verən Körfəz müharibəsi zamanı bu avtomobil ilk dəfə geniş auditoriyanın diqqətinə düşür və bu müharibənin televiziya vasitəsilə demək olar ki, canlı yayımlanması nəticəsində insanlar bu maşını hər kadrda görməyə başlayır. Ekranda təkrar-təkrar görünən bu iri silüet güc nəzarət və toxunulmazlıq hissi yaradır və heç kim bunu açıq şəkildə deməsə də nəticə hamı üçün eyni olur. Bu maşın artıq texnika deyil, simvol idi. Amma bu hekayəni daha da maraqlı edən bir detal var. Bu avtomobil satılmırdı. O mülki bazar üçün nəzərdə tutulmamışdı. Heç kim onu ala bilmirdi və məhz buna görə o daha da arzu olunan idi. 1990-cı ildə Oregon ştatında Kindergarten Police, yəni Uşaq bağçası polisi filminin çəkilişi zamanı Arnold Schwarzenegger belə bir hərbi konvoy görür və bu qarşılaşma onun üçün real marağa çevrilir. O maşınları yaxından incəlir, hətta hərbiçilər ona sükan arxasına keçməyə belə icazə verir və növbəti gün Arnold istehsalçıya zəng edərək bu avtomobili almaq istədiyini bildirir. O qəti yox cavabı alır. Amma bu hekayə məhz burada başlayır. Çünki o bu cavabı qəbul etmir. O sadəcə maşın almaq istəmirdi. O bu hissi almaq istəyirdi və məhz bu yanaşma
hər şey dəyişir. 1992-ci ildə Hammer adı ilə ilk mülki versiya təqdim olunur və sonradan H1 kimi tanınan bu model demək olar ki, dəyişdirilmir. Bu isə o deməkdir ki, bu hərbi maşının birbaşa mülki versiyası idi. Eyni ölçü, eyni kobud dizayn və eyni yüksək yanacaq sərviyyatı. Bu avtomobil şəhər üçün uyğun deyildi. Amma insanlar yenə də onu seçdi. Çünki bu seçim məntiqlə yox, hisslərlə edilirdi. Və bu nöqtədən sonra Hammerin hekayəsində ən təhlükəli mərhələ başlayır. Hammerin hekayəsində ən böyük dəyişiklik onun mülki bazara çıxması ilə yox, insanların ona necə baxmağa başlaması ilə baş verir. Çünki 1992-ci ildə təqdim olunan H1 texniki olaraq hərbi maşının demək olar ki, dəyişdirilməmiş versiyası olsa da, çox qısa müddət ərzində bu avtomobil öz funksiyasını dəyişərək tamamilə fərqli bir məna qazanır. Artıq məsələ bu maşını sürmək deyildi. Məsələ onun sənin imicini necə dəyişdirdiyi idi. Çünki Hammer getdikcə texniki vasitədən çıxaraq insanın özünü necə təqdim etdiyini göstərən bir simvola çevrilirdi. Və bu simvolun arxasında duran əsas fikir çox sadə idi. Güc. Bu avtomobili alan insanlar əslində sadəcə nəqliyyat vasitəsi almırdı. Onlar başqalarının gözündə necə görünəcəklərini seçirdi və məhz bu nöqtədə Hammer funksiyadan çıxaraq bir mesaj daşıyıcısına çevrilir. Bu artıq texnika deyildi. Bu artıq kimlik idi. Amma burada maraqlı və eyni zamanda təhlükəli bir paradoks yaranır. Çünki bu maşın nə qədər populyarlaşırdısa, bir o qədər də öz ilkin məqsədindən uzaqlaşırdı. Və H1 hələ də gündəlik həyat üçün uyğun olmayan, ölçüsünə görə çətin idarə olunan və yüksək yanacaq sərviyyatı ilə seçilən bir avtomobil olaraq qalırdı. Buna baxmayaraq insanlar onu seçirdi, çünki bu seçim artıq məntiqlə yox, hisslərlə verilirdi və bu hiss insanın digərlərindən fərqli görünmək istəyindən doğurdu. 1999-cu ildə AM General Hammer brendinin satış və marketinq hüquqlarını General Motors şirkətinə ötürürdü və bu hadisə zahirdə sadə biznes qərarı kimi görünsə də, əslində hekayənin istiqamətini tamamilə dəyişir. Bu andan etibarən Hammer artıq məhdud istifadə üçün nəzərdə tutulmuş hərbi maşın yox, kütləvi bazar üçün hazırlanacaq bir layihəyə çevrilir. Və bu layihənin məqsədi çox aydın idi. Müharibədə yaranmış o güc hissini gündəlik həyata gətirmək və onu mümkün qədər çox insana satmaq. Amma burada incə bir balans problemi yaranır. Çünki Hammer olduğu kimi qalsaydı, heç vaxt geniş auditoriyaya uyğunlaşa bilməzdi. Dəyişsəydi, öz mahiyyətini itirə bilərdi. Və bu balansın necə qurulacağı brendin taleyini müəyyən edirdi. Bu sualın cavabı 2002-ci ildə təqdim olunan H2 modeli ilə verilir. Çünki bu avtomobil zahirən əvvəlki Hammeri xatırlatsa da, artıq hərbi platforma üzərində qurulmurdu. Daha rahat, daha idarə olunan və şəhər şəraitinə uyğunlaşdırılmış bir model kimi təqdim olunurdu. Bu dəyişiklik zahirdə sadə görünə bilərdi, amma əslində bu Hammerin tarixində ən kritik dönüş nöqtələrindən biri idi. Çünki bu addım brendi daha geniş auditoriyaya açır və onu real bazar məhsuluna çevirir. Amma ən böyük dəyişiklik texnikada yox, insanların düşüncəsində baş verirdi. Çünki artıq Hammer bir avtomobil kimi yox, bir his kimi təqdim olunurdu. Reklamlar bunu açıq şəkildə göstərirdi. Çünki səhrada hərəkət edən hərbi konvoyların yerini artıq şəhər küçələrində hərəkət edən iri və diqqət çəkən avtomobillər alırdı. Və bu görüntülər eyni mesajı çatdırırdı. Bu maşını sürən insan sadəcə hərəkət etmir. O, diqqət mərkəzinə çevrilir. 2000-ci illərin əvvəllərində dünya istehlakın zirvəsini yaşayır və insanlar artıq ehtiyac üçün yox, özlərini ifadə etmək üçün seçmədir. Hammer isə bu ifadənin ən sərt və ən aqressiv formalarından birinə çevrilir. Bu mərhələdə Hammer küçələrdən çıxaraq pop mədəniyyətinin bir hissəsinə çevrilir. Çünki bu avtomobil filmlərdə, kliplərdə və müxtəlif tədbirlərdə davamlı olaraq görünür və onun populyarlığı hərbi keçmişi ilə birlikdə daha da güclənir. Xüsusilə Hollywood bu prosesi sürətləndirir və qısa müddət ərzində Hammer onlarla filmlərdə görünərək artıq təkcə avtomobil yox, bir həyat tərzi simvolu olur. Bu yüksəliş getdikcə daha da sürətlənir və müəyyən bir nöqtədən sonra ifrat səviyyəyə çatır. Çünki uzadılmış Hammer limuzinləri yaranır və bu modellər artıq avtomobil olmaqdan çıxır. Bu isə çox vacib bir siqnal idi. Çünki məhsul öz funksiyasından uzaqlaşanda bu artıq inkişaf deyil, bu ifratdır və ifrat heç vaxt uzun ömürlü olmur.
2005-ci ildə daha kiçik və daha əlçatan H3 modeli təqdim olunur və bu model Hammeri daha geniş kütləyə çatdırır. Nəticədə isə bu avtomobil ilk dəfə yalnız elit üçün yox, orta təbəqə üçün də real seçimə çevrilir. 2006-cı ilə gəldikdə isə Hammer öz zirvəsinə çatır və həmin il təkcə ABŞ-də 70 minə yaxın avtomobil satır. Bu isə bu qədər qeyri-adi və spesifik avtomobil üçün olduqca böyük nəticə idi. Amma məhz bu nöqtədə görünməyən bir dəyişiklik baş verir. Çünki hekayə zirvəyə çatdığı anda geri dönüş nöqtəsini də keçmiş olur. Və bu o deməkdir ki, yüksəliş artıq öz içində süqutun səbəblərini daşıyırdı. Hekayələrin ən təhlükəli nöqtəsi hər şeyin mükəmməl göründüyü andır. Çünki məhz o anda heç kim yaxınlaşan dəyişimi hiss etmir. Və Hammer üçün bu an 2006-cı ildə satışların zirvəyə çatdığı və küçələrin bu iri avtomobillərlə dolduğu dövrdə baş verir. Zahirdə isə hər şey yalnız başlanğıc kimi görünürdü. Amma eyni anda sakit və hiss olunmadan bu hekayənin istiqaməti artıq dəyişməyə başlayır. Çünki dəyişən təkcə bazar deyildi, dəyişən insanların düşüncə tərzi idi. Və bu dəyişiklik əvvəlcə hiss olunmasa da çox qısa müddət ərzində bütün sistemi təsir altına alır. Bir vaxtlar böyük olmaq güc kimi qəbul olunurdu. Lakin zaman keçdikcə bu anlayış fərqli suallar doğurmağa başlayır və insanlar artıq ölçüyə, çəkisinə və yanacaq sərfiyyatına başqa cür baxır. Çünki əvvəllər fərqlilik kimi görünən xüsusiyyətlər indi artıq həddindən artıq kimi qəbul olunurdu. Hammer isə məhz bu dəyişimin mərkəzində qalır. Çünki onun bütün cazibəsi ölçüsündə, çəkisində və yüksək yanacaq sərfiyyatında idi. Və bu xüsusiyyətlər bir vaxtlar onu arzu olunan edirdisə, indi eyni xüsusiyyətlər onu problemə çevirirdi. Bu dəyişimin real təsiri çox keçmədən hiss olunur və 2008-ci ildə baş verən qlobal iqtisadi böhran bu prosesi daha da sürətləndirir. Çünki insanların seçim imkanı azalır və artıq qərarlar ehtiyac üzərindən formalaşmağa başlayır. Bu mərhələdə hekayənin ən ironik tərəfi ortaya çıxır. Çünki yanacaq qiymətlərinin artması qlobal münaqişələrlə əlaqəli idi və bu o deməkdir ki, bir vaxtlar müharibə ilə tanınan bir brend eyni səbəblərin təsiri altında zəifləməyə başlayır. İctimai rəy sürətlə dəyişir və Hammer artıq güc simvolu kimi yox, israfın və həddindən artıq istehlakın göstəricisi kimi qəbul olunmağa başlayır. Nəticədə bəzi sahiblər avtomobillərinin vandalizmə məruz qaldığını bildirir və Los Angelesdə hətta bir neçə Hammer yandırılır. Bu isə artıq bu brend üçün açıq siqnal olur. Amma problem yalnız imiclə bağlı deyildi, çünki bu brendi idarə edən General Motors özü də ciddi maliyyə çətinlikləri ilə üzləşir və 2009-cu ildə iflas proseduruna başlayır. Nəticədə şirkət zərər gətirən brendlərdən imtina etmək məcburiyyətində qalır. Hammer bu siyahıya düşür və brendi satmaq üçün cəhdlər edilir. Hətta onu Çin istehsalçısı Tengzong şirkətinə satmaq planlaşdırılır. Lakin bu razılaşma baş tutmur və nəticədə qərar verilir. 2010-cu ildə Hammerin istehsalı və satışı tamamilə dayandırılır və bununla da bir vaxtlar bütün dünyanın diqqəti mərkəzində olan bu avtomobil rəsmi olaraq tarixə qarışır. Bu sonluq səs-küylü olmur və böyük elanlarla müşahidə edilmir. Əksinə, hər şey sakit şəkildə baş verir və sanki bu brend gündəlik həyatın içindən tədricən silinir və bu səssizlik hekayəni daha da təsirli edir. Çünki ən böyük simvollar bəzən ən sakit şəkildə yox olur. Amma bu hekayə burada bitmir, çünki bəzi ideyalar tamamilə yox olmur. Onlar sadəcə dəyişir və zaman keçdikcə yeni şəraitə uyğunlaşaraq yenidən ortaya çıxır. İllər keçir və avtomobil sənayesində qaydalar dəyişir, çünki artıq əsas istiqamət elektrik enerjisi və ekoloji yanaşma olur və məhz bu mərhələdə Hammer adı yenidən gündəmə gəlir. Lakin bu dəfə tamamilə fərqli formada. Yeni model artıq daxili yanma mühərriki ilə işləyən ağır avtomobil deyil, elektrik enerjisi ilə hərəkət edən və texnoloji cəhətdən daha inkişaf etmiş bir sistemdir. Və bu dönüş avtomobil tarixində ən ironik dəyişikliklərdən biri hesab olunur. Çünki bir vaxtlar yüksək yanacaq sərfiyyatının simvolu olan bir brend indi yaşıl enerji anlayışı ilə geri qayıdır. Bu dönüşün maraqlı tərəfi ondadır ki, hələ illər əvvəl Arnold Schwarzenegger öz şəxsi Hammer modellərindən birini elektrik mühərrikinə çevirmişdi. Və bu addım sanki bu dəyişimin mümkün olduğunu əvvəlcədən göstərən bir siqnal idi. Yeni Hammer artıq fərqli bir güc anlayışını təqdim edir və məsələn, Crab Walk funksiyası vasitəsilə avtomobil diaqonal hərəkət edə bilir. Eyni anda bütün təkərlər dönərək dar məkanlarda qeyri-adi manevr imkanı yaradır və bu artıq əvvəlki anlayışdan tamamilə fərqli bir yanaşmadır. Amma bütün bu dəyişikliklərə baxmayaraq əsas sual açıq qalır. Çünki formanın dəyişməsi hər zaman mahiyyətin dəyişməsi deməkdir və bu halda əsas məsələ avtomobilin özü yox, onu qəbul edən insanların düşüncə tərzidir. Çünki texnologiya dəyişə bilər, yanaşma dəyişə bilər, amma
ideya eyni qalırsa, bu sadəcə yeni formada geri qayıdır. Və bəlkə də bu hekayənin ən dərin məqamı məhz budur ki, Hammer heç vaxt sadəcə avtomobil olmayıb. O bir dövrün düşüncə tərzinin simvolu olub və həmin düşüncə dəyişəndə o da dəyişmə məcburiyyətində qalıb. Əgər bu cür hekayələr, yəni müharibədən doğulan, sonra status simvoluna çevrilən və sonda dəyişmək məcburiyyətində qalan avtomobillərin tarixləri sənə maraqlıdırsa, növbəti videoda eyni şəkildə hərbi köklərdən çıxaraq tamamilə fərqli bir simvola çevrilmiş başqa bir avtomobildən, Range Rover'dan danışacağıq. Ona görə də kanala abunə olmağı unutma, çünki bu yalnız bir hekayə idi və hələ danışılacaq çox şey var.